Salam, 5-ci sinif Azərbaycan tarixindən 16-cı dərsimizə keçirik. Dərs 16. Birlik yoxdursa, diriliş də yoxdur. Nadir Şahın ölümündən sonra Əfşarlar dövləti parçalandı. Onun qurduğu dövlətin əyalətlərindən biri olan Azərbaycanda 20-dən çox xanlıq yarandı. Bu xırda dövlətlərin başında xan dururdu. Ona görə də yeni yaranan qurumlar xanlıq adlandırıldı. Xanların əksəriyyəti keçmiş şəhər hakimləri idi. Buna görə də yeni yaranan dövlətlərin mərkəzi Azərbaycan şəhərləri olmuşdur. Yalnız Qarabağ və Cənubi Azərbaycanda yaranan Qaradağ xanlığı istisna idi. Onlar vilayətlərin əvvəlki adı ilə bu cür adlandırılmışdır. İlk müstəqil xanlıq. Şəki hələ Nadir Şahın sağlığında yaranan ilk xanlıq idi. Onun banisi Hacı Çələbi xan olmuşdur. Hacı Çələbi vaxtilə Nadir Şahın Şəkidəki məmuruna qarşı çıxan şəxslərdən idi. Şəki hakimi olan Məlik Nəcəf öz başına olaraq əhalidən artıq vergilər tələb edirdi. Onun ədalətsizliyi xalqa etdiyi zülmlər haqlı narazılığa səbəb olmuşdu. Şahidlər Nadir Şaha çatdıqda o, əhali arasında böyük nüfuza və hörmətə malik olan Hacı Çələbini vəkil təyin etdi. O, Məlik Nəcəfin əməllərinə nəzarət etməli, şikayətləri şaha çatdırmalı idi. Hacı Çələbi Məlik Nəcəfə özbaşınalıq etməyə imkan vermirdi. Məlik Nəcəf Hacı Çələbidən Nadir Şaha şikayət etdi. Şahın fərmanlarını icra etməyə mane olması haqqında ona yalan məlumatlar verdi. Bundan qəzəblənən Nadir Şah Hacı Çələbini yanına çağırdı. Şahın yanında məhkəmə quruldu. Hacı Çələbini edam cəzası gözləyirdi. Boğazında edam kəndiri olan Çələbi çəkinmədən Məlik Nəcəfi ifşa etdi. Onun bu cəsarəti Nadiri fikrindən döndərdi. Əyanları ilə məsləhətləşən Şah Hacı Çələbini bağışladı və səlahiyyətlərini daha da artırdı. Nadir Şahın ölümündən sonra Şəki xanlığı xeyli gücləndi. Hacı Çələbi xan Gürcü Çarı 2. İraklini bir neçə döyüşdə məğlub edərək Borçalını geri ala bildi. Onun qətiyyətli addımları nəticəsində Şəki xanlığının ərazisi xeyli genişlənmişdi. Hazırda Azərbaycanın nadir memarlıq nümunələrindən biri Şəkidə yerləşir. Bu abidə Şəki Xan Sarayı adı ilə məşhurdur. Maraqlıdır ki, Xan Sarayının tikintisində mismardan istifadə olunmamışdır. Anadır arzulara hər zaman Qarabağ. Səfəvilər dövründə Qarabağ vilayəti ərazisi Tiflis yaxınlığından Araz sayına qədər uzanırdı. Mərkəzi isə Gəncə şəhəri idi. Nadir Şahın ölümündən sonra Gəncədə ayrıca xanlıq yarandı. Qarabağ xanlığı isə tarixi Qarabağın dağlıq və aran hissəsini əhatə edirdi. Bu xanlığın qurucusu və əsasını qoyan Pənahəli xan Cavanşir olmuşdur. Yeni yaranmış xanlığa etibarlı mərkəz qala lazım idi. Bu məqsədlə Pənahəli xan Qarabağda Bayat, daha sonra isə Şahbulaq qalalarını inşa etdirdi. Bu qalalar düzən və dağətəyi ərazilərdə tikildiyindən o qədər də etibarlı deyildi. Bunu bilmək maraqlıdır. Pənahəli və qardaşı Nadir Şahın sarayında xidmət edirdilər. Lakin qardaşı Nadirin qəzəbinə tuş gəlir və edam edilir. Belə bir sonluğun onu da gözlədiyini anlayan Pənahəli saraydan qaçaraq Qarabağa gəlir. Elatları başına toplamağa başlayır. Nadir Şah yerli hakimlərə onun həbsi ilə bağlı fərmanlar göndərsə də Pənahəlini ələ keçirmək mümkün olmur. Dövrün tarixçilərindən biri yazır. O rəşadət səmasının qızılquşunu tora salıb tutmaq mümkün olmadı. Pənahəli xan 1752-ci ildə uca bir dağın zirvəsində yeni qala saldırdı. Qala Pənahabad adlandırıldı. Sonralar bu qala Şuşa adı ilə məşhurlaşmış, Qarabağın üzüc qaşına bənzədilmişdir. Hündürlükdə yerləşən qaladan ətraf əraziləri asanlıqla müşahidə etmək mümkün idi. Qala üst tərəfdən sərt qayalıqlar və sıx meşələrlə əhatələnmişdi. Buraya yalnız bir yol var idi. O yolu isə az sayda qüvvə ilə də nəzarətdə saxlamaq mümkün idi. Rus hərb tarixçilərindən biri Şuşanı qədim Fermopildəki kimi böyük bir ordunun qarşısının alınması üçün bir neçə nəfərin kifayət edəcəyi ərazi kimi dəyərləndirmişdi. Fermopil, qədim Yunanistanda dağlarla əhatələnmiş çətin keçilən ərazidir.
Bilirsinizmi, qalanın Şuşa adlandırılması onun dağ zirvəsində yerləşməsi ilə bağlıdır. El arasında belə zirvələr ucu şiş zirvə adlanır. Şuşalılar isə öz şəhərlərinə çox vaxt sadəcə qala deyirlər. İndi də onlara haralsan sualını verəndə qısa şəkildə qalalıyam deyə cavab verirlər. Yeni tikilən qalada Pənahabadi adlandırılan metal pullar da zərb olunurdu. Gözəl havası, sərin bulaqları, əsrarəngiz təbiəti ilə seçilən Şuşa qalası həm də Qarabağın alınmazlıq simvoluna çevrilmişdir. Şuşa 1992-ci ildə xəyanət nəticəsində erməni separatçılarının əlinə keçsə də, Vətən müharibəsi dövründə rəşadətli Azərbaycan ordusu tərəfindən azad edilmişdir. Separatçılıq, bölüşdürücülük deməkdir. Xanın qalası tezliklə Azərbaycanın mədəniyyət mərkəzlərindən birinə çevrilir. Bu müqəddəs vətən torpağı şairləri, yazıçıları, görkəmli ictimai xadimləri ilə məşhurlaşmışdır. Gözəl səsə malik xanəndələrinə, muğam ənənələrinə görə Şuşanı Qafqazın konservatoriyası da adlandırmışlar. Pənnahəli xan və onun oğlu İbrahim Xəlil xan tezliklə Qarabağı Azərbaycanın ən güclü xanlığına çevirməyi bacardılar. Bir sıra xanlıqlar Qarabağ xanlığından asılılığı qəbul etdilər. Qarabağ xanı Şuşa yaxınlığında yeni şəhər də saldırdı. Onu Xankəndi adlandırdılar. Qış aylarında Qarabağ xanı vaxtının çoxunu burada keçirirdi. 1805-ci ildə Qarabağ xanı Kürəkçay müqaviləsini imzalayaraq Rusiya himayəsinə keçməyə məcbur oldu. Az sonra xanlıq ləğv edildi. Rusiya işğalından sonra Qarabağ ərazisinə Osmanlı və Qacar dövlətlərindən çoxlu erməni ailələri köçürüldü. Sovet dövründə isə Moskvanın təzyiqləri ilə köçürülən ermənilərə muxtariyyət verildi. Muxtariyyət, daxili idarəetmə işlərində sərbəst olmaq deməkdir. Xankəndinin də adı dəyişdirildi. Buraya Azərbaycan xalqına qarşı soyqırımı törətmiş Stepan Şamyanın adı verildi. Xankəndi beləcə Stepanakert oldu. Hazırda isə Xankəndi öz tarixi adına qovuşmuşdur. Qarabağ ərazisi erməni işğalından sonra xalqımızın ən yaralı yerinə, arzularımızın anasına çevrilmişdi. Azərbaycan Respublikasının prezidenti Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən 44 günlük vətən müharibəsindən sonra xalqımız öz arzusuna, Qarabağına qovuşdu. İrəvanda xan qalmadı. İrəvan şəhəri öz adını onun qurucusu Rəvan xanın adından götürmüşdür. Şah İsmailin göstərişi ilə Rəvan xan Zəngi çayının yaxınlığında ətrafı dağlarla əhatə edilmiş ərazidə yeni qala tikdirmişdi. Qala iki qat müdafiə divarları ilə qorunurdu. Səfəvilər dövründə İrəvan Çuxursət bəylərbəyliyinin mərkəzi olmuş, zaman keçdikcə böyüyərək şəhərə çevrilmişdi. Bunu bilmək maraqlıdır. Azərbaycan dilində R hərfi ilə başlayan sözlər tələffüz edilərkən bəzən qarşısına İ hərfi əlavə edilir. Məsələn, Rıza, İrza, Rəhim, İrəhim. Rəvan qalası da beləcə İrəvan oldu. Nadir Şahın ölümündən sonra burada da müstəqil xanlıq yarandı. İrəvan xanlığının mərkəzi elə İrəvan şəhəri idi. Xanlığı ilk vaxtlar Əfşar tayfasının nümayəndələri idarə edirdi. Sonralar isə hakimiyyət Qacarlara keçmişdi. Bilirsinizmi? O dövrün mənbələri İrəvanda 4 böyük məhəllə olduğu haqqında məlumat verir. Köhnə şəhər, Dəmirbulaq, Qala və Təpəbaşı. Hazırda onlardan yalnız Təpəbaşı məhəlləsinin xarabalıqları qalmaqdadır. Mühüm strateji mövqeyinə görə İrəvan qalası tez-tez hücumlara məruz qalırdı. Xüsusilə Səfəvi Osmanlı müharibələri dövründə şəhər əldən ələ keçmişdi. Osmanlı müəlliflərindən biri bu məkanı belə tərif edir. İran və Turanın şərəfi, Naxçıvan və Şirvanın qapıları, Azərbaycan mülkünün həsəd doğuran Rəvan qalası. Rusiya işğalına qədər şəhərin özündə erməni əhalisi yaşamırdı. Şəhər ətrafındakı 3 kilsədə yaşayan azsaylı ermənilər buraya işləməyə gəlirdilər. Onların isə üç kilsədə məskunlaşmasına 15-ci yüzillikdə Qaraqoyunlu hökmdarı Cahanşah icazə vermişdi. Azərbaycan hökmdarları həmişə erməniləri himayə etmiş, dinlərinə və dillərinə toxunmamışdılar.
Müstəqil xanlıq yarandıqdan sonra İrəvan sənətkarlıq və ticarət mərkəzinə çevrilir. Şəhərdə çoxlu karvansaralar, dükanlar var idi. İrəvan xanları burada müxtəlif memarlıq abidələri, məscidlər tikdirmişdilər. Onlardan Sərdar sarayının Güzgülü salonunun adını çəkmək olar. 18-ci yüzillikdə xanlığın mərkəzində 8 məscid, 7 karvansara, 800-dən çox dükan var idi. O dövrün səyyahları qeyd edirdilər ki, şəhər bütünlüklə üzüm, ərik və müxtəlif növ meyvə bağları ilə əhatələnmişdi. Xanlığın ərazisi heyvandarlığın inkişafı üçün əlverişli idi. Buradan Arpa çay, Zəngi çayı, Oxçu çay axırdı. Göyçə gölünün balıqları dadı və ləzzəti ilə məşhur idi. 19-cu yüzilliyin əvvəllərində Rusiya Azərbaycan torpaqlarının işğalına başladı. Rusiyanın əsas hücum hədəflərindən biri də İrəvan xanlığı oldu. İrəvan qalası 2 dəfə mühasirəyə alınsa da, Rus qoşunları məğlub edilərək geri çəkilməyə məcbur edildi. 1827-ci ildə İrəvan növbəti dəfə hücuma məruz qaldı. İrəvan xanı Rusların təslim olma təklifini rədd etdi. Mühasirəyə alınan şəhər 2 aya yaxın böyük qüvvə ilə hücum edən Rusların hücumunu dəf etdi. Lakin şəhər müdafiəçilərinin sırası seyrəlir, silah-sursat tükənirdi. Mövcudluğu boyunca çoxsaylı yürüşlərə sinə gərən qəhrəman İrəvan qalası böyük imperiya qüvvələri qarşısında tək və köməksiz qalmışdı. Nəhayət, Ruslar qala divarlarının bir hissəsini dağıdıb şəhərə daxil ola bildilər. İrəvan işğal edildi. Xan əsir götürüldü. Artıq İrəvanda xan qalmamışdı. Şəhərdə və ümumiyyətlə xanlıqda yaşayan Azərbaycanlıların faciəsi də bundan sonra başlandı. Rusiya imperiyasının köçürmə siyasəti nəticəsində buraya ermənilərin kütləvi köçü başlandı. Sonrakı dövrlərdə də bu köç davam etmiş, yerli əhali hissə-hissə oradan sıxışdırılıb çıxarılmışdır. Rusiya imperiyası dağılandan sonra Qərbi Azərbaycan torpaqlarında erməni dövləti yaradıldı. 1988-ci ildən isə İrəvanda, Qərbi Azərbaycanda yaşayan əhalinin sonuncu deportasiyası başlandı. Deportasiya, bir xalqın yaşadığı ərazidən zorla çıxarılması və ya məcburi köçürülməsidir. Azərbaycan əhalisi öz ata-baba mülklərindən zorla çıxarıldı. Keçmiş İrəvan xanlığı ərazisində mövcud olan abidələrimiz zaman-zaman dağıdıldı, yer adları isə dəyişdirildi. Nadir Şahın ölümündən sonra ölkənin xanlıqlara parçalanması, daxili çəkişmələr, xanlar arasında birliyin olmaması Azərbaycanın işğalını asanlaşdırdı. Faciələrimiz də bundan sonra başlandı. Atalarımız yaxşı deyib, birlik olmayan yerdə diriliş də olmaz. Tarix ondan dərs çıxaranları sevir. Əziz şagirdlər, siz keçmişdə yol verilən səhvləri bilməli, onların təkrar olunmasına imkan verməməlisiniz. Bəli, indi isə keçirik suallara. Tapşırıqlar siz özünüz edəcəyiniz tapşırıqlardır. İrəvan xanlığının əhalisinin Azərbaycan türklərindən ibarət olması nəyi sübut edir? İrəvan xanlığının əhalisinin Azərbaycan türklərindən ibarət olması göstərir ki, torpaqlar tarixən Azərbaycana məxsus olmuşdur. Bu fakt İrəvanın əsl sakinlərinin Azərbaycan türkləri olduğunu və bu ərazilərdə qədimdən Azərbaycan mədəniyyətinin hökm sürdüyünü sübut edir. Ermənilərin bu əraziyə yerli xalq olmadığını, bölgəyə sonradan kütləvi şəkildə köçürüldüyünü sübut edir. Bu tarixi gerçəklik xanlığın siyasi, sosial və mədəni həyatının türk mənşəli olduğunu göstərir. Azərbaycanın Rusiya imperiyası tərəfindən işğal olunmasını asanlaşdıran səbəblər hansılar idi? Azərbaycanın Rusiya imperiyası tərəfindən işğal olunmasını asanlaşdıran əsas səbəblər ölkənin xanlıqlara parçalanması, daxili çəkişmələr, xanlar arasında birliyin olmaması, həmçinin Rusiya imperiyasının güclü hərbi qüvvəsi və işğalçılıq siyasəti idi. İrəvanda Azərbaycanlılara məxsus abidələrin məhv edilməsinin səbəbi nə ola bilərdi? İrəvanda Azərbaycanlılara məxsus abidələr məhv edilirdi ki, bölgədə Azərbaycanlıların tarixi və mədəni izi silinsin. Məqsəd də bu idi ki, güya İrəvan tarixi erməni torpağı olub.
Rusiya imperiyasının köçürmə siyasətinin məqsədləri nə idi? Rusiya imperiyasının köçürmə siyasətinin məqsədləri bölgənin etnik tərkibini dəyişmək, yerli Azərbaycan əhalisini zəiflətmək və nəticədə bölgədə öz mövqeyini gücləndirmək istəyirdi. Rusiya Şimali Azərbaycana erməniləri köçürür və bunları İrəvan, Naxçıvan, Qarabağ, Borçalıda yerləşdirir. Hətta 1828-ci ilin mart ayında Naxçıvan və İrəvan xanlıqlarını ləğv edib, yerində erməni vilayəti yaradıb. Məqsəd də bu idi ki, gələcəkdə burada erməni dövləti yaratmaq istəyirdi. Bəli, bu qədər. 17-ci dərs öyrənmək üçün növbəti videoma baxa bilərsiniz. Kanalıma abunə olub bəyənməyi unutmayın. Hələlik.